Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabların üzerine olsun. Uca Allah da bizi, ailemizi korusun. Bakın deyir ki, her zaman düşün ki, bütün nimetler Allah'tandır. Allah tevekkül eyle, sebeplərə deyil. Yəni, həkimə gedirsən, dərman qəbul edirsən. Amma o səbəbdir dərman. Qəlbini ona bağlama. Şəfa verən kimdir? Uca Allah Teala. Həmçinin hər bir şeydir. Amma deyək ki, İbn Rəcəb alimlərdən biz, əksərun nəs, insanların çoxu qəlbini səbəbə bağlayır. Və səbəbin də sahibi Uca Allah onudur. Az bir insan vardır ki, qəlbi ilə Allaha təvəkkül edir. Səbəblərə bağlanmır, səbəblərə etimad etmir. Və bilir ki, bütün nemətlər Allah'tandır, subhanallah. Yəni, səbəbə sarıl, amma səbəbə etimad etmə. Allah şəfa verməsə, ruzu verməsə, ruzu nədir? Qazana bilməzsən. Baxın, deyir ki, kulləmə kənəl abd. Əgər qul belə olarsa, nədir? Hüsnü zanni billah. Allah qarşı gözəl zəndədir. Rabbim bağışlayacaq, Rabbim ruzu verəcək. Hüsnü rəca ləhu. Ümid bəsləyir, ümidi gözəldir. Və təvəkkülündə də sadiq olarsa, Allah onu heç zaman məyus qoymaz. Bu üç şey. Gözəl zən, gözəl ümid bəsləmək və təvəkküldə sadiq olmaq. Subhanallah. Yəni, bax, bu çox nədir? Mühimdir. Mömin belə olarsa, işləri də gözəl olacaq. Həmçinin deyir ki, istiğfarı çoxaldın. Həsən-i Basri. İstiğfarı çoxaldın evinizdə, süfrənizdə, yol gedərkən, bazarınızda, oturarkən, harada olursanız olun. Çünki bilmirsiniz deyil, nə zaman Allah Taala'dan məğfirət, bağışlanma enəcək. Subhanallah. Allah'ım sən bizim sonumuzu gözəl elə, dualarımızı qəbul elə, dünyasını dəyişən valideynlərimizin məkanını cənnət elə. Amin.